Əzizlərim, baxın belə qız belirləmişdi. İndi bunları ayıracağım. Neçə müddətdir belə yasırlar. Ondan sonra Değerli xanımlar, baxın kravatın altını çəkmişəm. Gördüğünüz kimi tərtəmizdir. İndi kravatın altını tozsoranlayacağım, siləcəm. Başlıqları siləcəm. Dört bir tərəfini silib təmizləyəcəm. Bir də ki matrasın hər iki üzünü tozsoranlayacağım. Burada da değerli xanımlar, pəncərələrimi tozla aldım. Ağ yerlərini acı su ilə sildim, təmizlədim. Ondan sonra matrasların üzerinde toz soranladım. Kravatların altına toz soranladım, sildim. Tumbuçkaları zaten hamısını silip, bakın bu dəfə də belə bu cürünə koydum. Değerli hanımlar, bütün pastellerimi, ondan sonra əyin paltarlarını, kravat üstlüklərini hamısını yudum. Bakın belə bu cürünə sərmişəm. Bu da kravat üstlüklərimdir değerli hanımlar. Ondan sonra 2 dənə sintifon yorğanımı yumuşam, 2 ədəd sintifon yastığı yudum. Sonra kravat üstlüklərimi yudum, pərdələrimi yudum. İndi qalıb mənim divan üstlüklərim qalıb. Ondan sonra pastellərim quruduqdan sonra isə değerli xanımlar, xalçalarımı atacağım, şotkulayacağım, çırpacağım, yeniden istifadə edəcəm. Eğer uşaq gəlinə kimi havalar isti olsa, uşaq istəməsə, xalçanı götürəcəm. Yox, hava soyuq olsa elə uşaq gedənə kimi qalsın, axırda da yuyub götürərəm. Döşək yüzlərimi qəşəng değerli xanımlar yudum, döşəklərimi havaya attım, yorğanlarımı havaya attım. Ondan sonra yastıqların üzünü dəyişdim qəşəng. Yəni bu görüləsi işlərimi gördüm. Qarşıdan da Qurban Bayramı gəlir değerli xanımlar. Mən bu videonu paylaşanda Qurban Bayramı keçmiş olacaq. Hər bir kəsin Qurban Bayramını təbrik eləyirəm. Allah Taala hər bir kəsə ruzi bərəkət versin. İnşallah Allah bizlərə də qismət eləsin ki, biz də qurban alıb ehtiyacı olan ailələrə kəsək paylayaq. Allah Taala hər bir kəsin dualarını çin eləsin, qıldığı namazını qəbul eləsin, qurbanlarını qəbul eləsin. Değerli xanımlar, amin. İndi başlayaq digər işlərimizi görməyə değerli xanımlar. İndi yəqin ki mən bu videonu paylaşanda əskərim evdə olar. Allah Taala bütün əskər balaları qorusun. Allah Taala bütün əskərləri sağ-salamat anaların üstünə gətirsin. Burada da yavaş yavaş yağış yağdığına bütün hər şeyi yığdım da döşəyin üzdüyü qatdalayıb qoymuşam. Yastıqlarımı da bura qoymuşam. Otaqları xanımlar bir-bir təmizləyirəm. Birinci öz otağımızı təmizlədim. Video şəklində editlədim, atdım. İndi isə bu ikinci otağın təmizliyini edirəm. Ondan sonra da qonaq otağını da çəkəcəm, sizinlə bərabər paylaşacağım. Bu gecə gecənin yarısıdır. Hələ mənim paltar yuyan maşınım işləyir, hələ bitirməmişəm. İndi müəyyən pastellərim qutarıb, amma divan üstlüklərim qalıb. İndi saatı sizə göstərəcəm. Baxın, saat hələ 12-dir. Mənim paltar yuyan maşınım hələ də işləyir. Hələ saat neçədə bitirəcəyimi tam bilmirəm. Yani inşallah Allah güc qüvvət versin ki, digər işlərimi də gücüm olsun ki, eləyim. Burada sizinlə sağollaşıb ikinci vloqa keçirəm. Bu da səhərsi gündür. Baxın, döşəyin müzlərimi 2 dənə döşək üzünü tikmişəm. İndi də bunu tikmişəm. Bir damcı qalıb. Bunları da tikim. Ondan sonra hər döşəyi öz yerinə yığacam. Pastelləri də taxacam. Toz soranlayacam, siləcəm. Bir də lüstrlarımı siləcəm. İndi bilməm onu çəkə biləcəm yoxsa yox. Bir də o otaqların aboylarını sildim. Hər otağın aboyunu sildim. İndi onu da bölüşəcəm. Ondan sonra kondisioneri içərisini yudum. Ondan pərdələr deyirəm, setkalar, pəncərələrin setkalarını yudum. İndi inşallah işlərimiz hələ də davam eləyir. Daha sonra isə indi gördüyünüz kimi değerli xanımlar, qurumları alıram. Baxın belə. Pəncərənin ağzının qurumlarını alıram. Baxın. Ondan sonra karnizlərin qurumunu alıram. Daha sonra isə başlayacağım aboyları silməyə.
Bu mənə rahatlıq xanımlar deyə həmişə mən qurumları bununla alıram. Baxın belə. Qəşəngcə sildim, təmizlədim. Ondan sonra isə pərdələrimi taxdım. Bu da bu birisi otağında. Burada işıq düşür deyə nə eləyə bilmirəm. Tam çəkmək olmur. Burada da yeni hər otağın dörd bir tərəfini qurumunu alıram. Ondan sonra başlayacağım aboyları silməyə. Aboylarımdan xanımlar çox elə kirlim yoxdur. Prosta istər-istəməz xırda tozcuqlar olur. Ondan sonra özü mən aboyları hər dəfə silmirəm, yalan deyərəm. Bir sentyabr ayında silirəm, bir də ki, bax bu aylarda silirəm. İldə ya 2 dəfə ya 1 dəfə silərəm. Ondan artıq silmərəm. Onsuz da ki, nəmişlik var deyənə, ona görə çox istəmirəm ki, nəm olsun. İndi burada aboyları sildim dəyərli xanımlar. İndi telefonu yerinə qoyub təzədən başlayacağım bir də silməyə. Ondan sonra sizə göstərəcəm ki, baxın nələri etmişəm, nə işim qalıb. Ondan sonra da başlayacağım ki, tozları anlamağa. Baxın belə bu cürünə. Burada da göstərirəm, hamısını təmizlədim. Baxın burada istifadə elədiyim bezi göstərdim dəyərli xanımlar. Görürsünüz, tərtəmizdir. Bu bez prosta çox işləndiyindən belə əski belə tiftiklənibdir. İndi onu Allah qoysa təmizləyəcəm. Gördüyünüz kimi indi yenə də işığa tutacağım. İşıqda da lap görün ki, tər təmizdir. Yenə dediyim kimi o üzəri çox istifadə olunduğundan tiftiklənib belə görsənir. İşıqda da tuturam. Lap yaxına da göstərirəm ki, baxın görün, tər təmizdir. Baxın bu cürlə. Bu əskidən məndə 2 ədəd var dəyərli xanımlar. Bir bu əskidən 2 ədəd var. Bir də çəhrayı rəngində olan əskilərdən 2 ədəd var. İndi başlayıram tozları anlamağa. Sonra isə silməyə. Dəyərli xanımlar, kanalıma abunə olmağı unutmayın. Rəy bölməsində rəylərinizi gözləyirəm. Ondan sonra like etmeyi unutmayın. İnşallah indi yeni vloglarım olacaq. Yeni vlogların görüşməyimi ümidiyle deyirəm. İndi inşallah Allah nəsib qismət edərsə əskər gəlişini də çəkib sizinlə bölüşərəm. Burada uşaqların pastellərini taxıram. Qızın pastelini taxdım. İndi də qaqaşın pastelini taxıram. Qəşəng döşək üzləri tərtəmiz, pastellərim tərtəmiz. Çox da gözəl qoxu var dəyərli xanımlar. Evin təmizliyi olmağı, evin təmiz olmağı bir başqadır. Vallahi yorulsaq da amma buna dəyər. Çünki çox gözəl, adam rahat daşır. Həm təmizliyin qoxusuna, həm paraşokların qoxusu adama ləzzət eləyir. Qurban Allah Taala gözümüzü, qüvvətimizi tükətməsin ki, biz də təmizliyimizi, evimizin hər işini görməyi bacara bilək. Allah Taala hər bir kəsə can sağlığı versin, uzun ömür versin, içində də bizlərə.